Salam əziz və dəyərli şagirdlər, müəllimlər, valideynlər, yeni kitabımız artıq satışdadır. Kitabın şəklini göstərərək əldə edə bilərsiniz. Mən bugün sizə kitab haqqında məlumatlar vermək istəyirəm ki, bu kitab şagirdlərin dinləmə qabiliyyətinin inkişafını, yəni dinləməsini inkişaf etdirəcək hansı tapşırıqları eləməlidir. Dinləməni daha tezliklə dinləmə testini eləmək üçün hansı yollar keçməlidir? Bu kitabda izah olunub. Oxu testini necə etməlidir? Oxunun cavablarını necə seçməlidir? Bu kitabda mövcuddur. Yazını, xüsusilə də opinion yazını yazmaq üçün lazımi təlimatlar bu kitabın içərisində var və kitab addım-addım şagirdlərin bacarığını formalaşdırır və bu yeni esseni yazmağa, şəkil təsvirini təsvir etməyə və s. yetəri qədər tapşırıq və təlimatlar vardır, izahlar vardır. Nəzərinizə çatdırım ki, bu kitablar həm 8, həm 9, həm 10, həm 11-ci siniflər üçün uyğundur. Çünki bütün dərsliklərdəki sözlər, eləcə də toplu testinin bütün sözləri, eləcə də digər lazım olan bütün sözlərin məcmusudur. Demək olar ki, içərisində bol-bol söz ehtiyatı, bol-bol söz ehtiyatını inkişaf etdirmək üçün tapşırıqlar, söz ehtiyatını şagirdə asanlıqla mənimsədən e, təlimatlar və tapşırıqlar vardır. İndi gəlin kitabın içərisi ilə məşğul görək içərisində nələr var, içərisi ilə tanış olaq. Kitabın əvvəlində, indi onu tam açıq göstərmək istəmirəm. Kitabın əvvəlində opinion esseni yazmaq, dinləmə, oxu testlərini etmək üçün təlimatlar mövcuddur. Sonra isə gördüyünüz kimi bu qədər söz ehtiyatı vardır. Söz ehtiyatının həm Azərbaycan dilində tərcüməsi, həm ingilis dilində tərcüməsi, həm bunun deməli deyilişi və definitionları yer almaqdadır. Gördüyünüz kimi, yəni definition bunun izahı, sözün izahı, sözün nə olduğunu deyən bir tapşırıq var. Digər tapşırığımız isə ikinci listen and repeat. Dinləyir və təkrar edir. Həm dinləmədə sözü dinləyir, həm də onun definitionunu dinləyib onu təkrarlayır. Yəni bu da şagirdin dəfələrlə dinləməsini, hətta bunu deyərdim ki, 5 dəfə, 6 dəfə dinlədin ki, 5-6 dəfə dinlədin ki, bu şagird bunu tam şəkildə mənimsəsin və o qulaq yaddaşı ilə onun yadında qalsın. Sonra gəlir bu tapşırıq növümüzə. Bu tapşırıq növündə necədir? Azərbaycan dilində olan tərcümələrin dinləmədə eşitdiyi sözləri onun qarşısına yazacaq. Məsələn, to improve burada yazılacaq. Məsəl üçün, inkişaf etməyin qarşısına yazacaq. To improve dedirsə də orada inkişaf etməyin qarşısından da yazacaq. Sonra ability deyirsə də bacarın qarşısına yazacaq və s. bu tipli sözləri öyrənir. Sonra isə gəlirik biz hansı tapşırığa? Definition tapşırığına. Gördüyünüz kimi definition tapşırığını şagirdlər eləyirlər. Çünki definition bilirsiniz ki, vacib, əvəz olunmaz bir tapşırıq növüdür imtahan üçün. Sonra isə gəlirik nəyə? Tərcümə. Qısa da olsa, yəni bir neçə dənə, 12 dənə, 10 dənə cümləni sözlərə aid tərcümə edilir. Sonra isə gəlirik, deməli, nəyə dinləyəcəklər şagirdlər? İkinci dərsimiz olan dinləmə testidir. Dinləmə testində nə eləyirlər? Dinləməni ən çox inkişaf elətdirən tapşırıq növü boşluq doldurma testlərini doldurmaqdır. Və əvvəl öyrəndikləri sözü bu dinləməni edərək bu boşluqları dolduracaqlar. Həmin o sözləri bu boşluqda yerləşdirəcəklər və işlənmə yerini müəyyənləşdirəcəklər. Sonra isə keçirik digər tapşırığa. Bu isə həm 9, həm 10, həm 11-ci siniflər, yəni növbəti 11-ci siniflər üçün olan dinləmə tapşırıqlarıdır ki, hansı ki sual qismi gördüyünüz kimi hamısı 9, 10, 11-ci sinif üçün yəni yararlıdır. İlk yəni dərslərdə, 1-3 dərsdə mən dinləməni hərəsinə bir dənə, oxunu hərəsinə bir dənə vermişəm ki, şagirdlər çox da yüklənməsinlər. Amma sonraki dərslərdə hər dərsdə ən az 4-5 dinləmə, 4-5 oxu var ki, onları şagirdlər edərək çoxlu praktika qazanacaqlar. Və bu dinləməni, oxunu eləmək üçün, yəni oxunu etmək üçün. Lakin hər dəfə yazı yazanda müəyyən təlimatlar vardır ki, şagird onları edərək də yaza bilər. Gördüyünüz kimi, burada isə deməli,
Make-up a sentence tipli tapşırıqlarımızda hansı ki buraxılış imtahanlarının əvəz olunması tapşırığıdır gördüyünüz kimi. Sonra gəlirik nəyə? Oxu testinə. Oxu testi də yenə həm 9 həm 11-lər üçün gördüyünüz kimi, həm 9 həm 11-ci siniflər üçün 11-ci siniflər üçündür. Həm 9 həm 11-ci siniflər üçün oxu testləridir. Sonra isə keçirik nəyə? Bu short text. Short texti mən 11 ilə 10-cu siniflərdə məsləhət verirəm. Çünki bu tək beynində təfəkkür formalaşdırır şagirdin ki, ayırd eləsin ki, bu mətin nə üçündür. Ona görə də bunu əvəz olunmaz bir hissə kimi bunu da əlavə eləmişəm. Sonra gəlirik nəyə? Yazıya. Yazı həm 9 üçün var, həm 10-11-ci sinif üçün var. Və 9-cu sinif üçün yazıda mən sadəcə tapşırıq növü vermişəm. Çünki bundan əvvəlki kitabımız 9-cu sinif yazı üçündür. 8-9-cu sinif yazı üçündür. İndiki kitabım isə yəni 9-10-11-ci sinif üçün dinləmə, oxu, yazı kitabıdır. Və bunu tam şəkildə eləyən yəni burada da yenə müəyyən qədər təlimat vermişəm. Amma 10-cu 11-ci sinif üçün olan 100 sözdən ibarət yazı tapşırığını isə burada tam şəkildə həm izahını, həm nümunəsini, həm ideyasını hər dəfə bütün dərsliklərdə olan bütün mövzulara aid ideyaları burada hamısını bu kitabda vermişəm ki, şagirdlər o ideyanı qazansınlar və imtahanda əziyyət çəkməsinlər. Bilirsiniz ki, şagirdlərin ən yaralı yeri olan ideya qıtlığıdır. İdeya olandan sonra yavaş-yavaş şagirdlər yaza bilirlər. Bu cür yazımızdır. Sonra isə bir dənə şablon, yəni şablon vermişəm ki, şagirdlər bunu izləyərəkdən yazsınlar və cümlə önləri vermişəm ki, bu cümlə önləri onlara beyinlərində brainstorming eləsin. Yəni beyinləri beyin fırtınası etsin ki, şagirdlər öz beyinlərindəki fikri tam şəkildə çatdıra bilsinlər. Bir sözlə kitabımız tam müasir tədris sisteminə uyğun olaraq yazılmışdır və Dövlət İmtahan Mərkəzinin test tapşırıqları ilə dərsliklərin test tapşırıqlarının birgə məcmusudur. Yəni həm bu kitabı oxuyarkən həm dərsliklərlə tanış olacaqsınız, həm də Dövlət İmtahan Mərkəzinin testlərinə hazırlaşacaqsınız. Ona görə də kitabları almağa tələsin, çünki məhdud saydadır. Bu qədər. Sağ olun, salamat qalın.